Herkese selamlar. Bugün sizlerle text-to-columns hakkında danışacağıq. Text-to-columns nədir? Text-to-columns mətni sütunlara çevrilməsidir. Yəni bizdə belə bir qarışıq mətin verə bilər və deyilə bilər ki, bu mətnləri sütunlarda yazın, yəni cədvəl formasında halına salın. Əlbəttə ki, bunu biz ayrıcalı, ayrı-ayrı özümüz yaza bilərik. Məsələn, ad hissəsinə özümüz yaza bilərik, digər sütunumuza soyad yaza bilərik və aşağıda bu adları doldura bilərik. Yəni ad olan hissəyə adları, soyad olan hissəyə soyadları. Amma bu əlbəttə ki, vaxt aparır. Ona görə də biz bunu asan, yəni qısa yolla istəyirik edək. O zaman nə edirik? O zamanı text-to-columns bizim köməyimizə çatır. Nə edəcəyik? Text-to-columns-u biz data hissəsində, yəni data menüsündə rast gələ bilərik və burada text-to-columns var. Onu toxunmaqla aktivləşdirə bilərik. Amma mütləq şəkildə biz bilirik ki, bu mətnimiz, bu sözlərimiz bir sütunda yazılıb. Ona görə də bir sütunumuzu seçirik və sonra gəlirik data hissəsinə və daha sonra text-to-columns-a. Text-to-columns-a klikləyirik. Və belə bir pəncərə açılır. Belə bir pəncərənin əsas məqsədi odur ki, əgər birincini seçsək, biz ümumiyyətlə bu cədvəl üzərində heç bir məlumat aparmamışıqsa, o zaman birincini seçməliyik. Yox, əgər hər hansı bir düzəliş etmək istəyiriksə, o zaman ikincini seçməliyik. Biz indi birincini seçək, çünki biz hələ indi qururuq və aşağıda belə bir şablon görürük ki, bu bizim indiki elə bir göstərilən məlumatımızdır ki, bax bizim qarışıq məlumatımız budur. Daha sonra next-i basırıq və belə bir məlumat çıxır yenidən. Və bizə buradan belə bir məlumat deyir ki, və göstərilir ki, aşağıdakı, yəni sən edəcəyin məlumat bu şəkildə olacaq. Və burada, məsəl üçün, bu yuxarıdakı olan boş xanaları da biz mətnimizə uyğun olanları doldurmalıyıq. Nə kimi? Əgər biz semikolona burada işarə qoysaq, o göstərir ki, bizim buradakı olan mətnlərin arasında, yəni sözlərin arasında vergül var. Baxırıq, görürük, vergül varmı? Yoxdur. Deməli, bu bizə lazım deyil. Ona görə də bu işarəni götürdü. Sonra gəlir komma. Komma o deməkdir ki, aralarında nöqtə var. Baxırıq, görürük ki, bizdə nöqtə varmı? Yoxdur. Deməli, bunu da biz götürdük. Daha sonra gəlir space. Space o deməkdir ki, boşluq. Baxırıq, görürük ki, əlbəttə boşluq var. Məsələn, addan sonra bir dənə boşluq qoyub, sonra soyad yazır. Deməli, bizə lazım olan hissə budur. Və bunu klikləyən kimi görürük, avtomatik olaraq aşağıdakı görünən hissə dəyişdi. Yəni, artıq bizə adımız bir sütunda yazılacaq, soyadımız bir sütunda yazılacaq. Yaxşı, bəs soruşsaz, bu other nədir? Other-dakı hər hansı bir misal üçün ola bilər ki, bunlar arasında sual işarəsi olsun, hər hansı bir şrif olsun və s. kimi. Biz nə edirik o zamanı? Burada other-ı seçirik, yəni bunlar heç biri uyğun gəlmirsə və orada həmin işarəni klikləməklə aktivləşdirib yazırıq. Məsəl üçün, ulduz işarəsi qoyuruq və s. kimi. İndi bizdə o yoxdur deyə onu istifadə etmirik. Və belə bu şəkildə artıq məlumatı doldurduqdan sonra əlavə heç bir şeyə dəyişməyə ehtiyac yoxdur və next-i klikləyirik. Next-i klikləndikdən sonra belə bir yenidən səhifə açılır. Bu son səhifədir və bizdə deyir ki, sənin bu məlumatın nədir? Məlumatı ümumi məlumatdırmı, yoxsa tekstimi, yoxsa datadırmı, yoxsa hər hansı bir məlumatdırsa, istəyirsən bunu keç, yəni əlavə etmə. Biz bildiyimiz kimi bizim bu məlumatımız teksti, yəni məlumatdır. Ona görə də biz bu teksti seçirik. Əgər tarix olsa, tarixi seçəcəyik. Və görürük ki, artıq yuxarı hissəsində göstərdi. Və istəsək, məsələn, bunu da yenidən tekst kimi seçə bilərik ki, yəni məlumat kimi olsun. Bu nə zaman bir işə yarayır? Bu ən çox, məsəl üçün, məlumatlarda olur ki, yəni görünməyən hissəsində məlumatlar düşür və yaxud da ki, hər hansı bir şriflənir və yaxud da gizlənmiş hər hansı bir mətn olarsa, o zaman biz mütləq şəkildə bu teksti seçməliyik ki, o həmin o gizlənmiş məlumatlar və yaxud da problemlər, errorlar görünsün. Və hər ikisini də teksti seçəndən sonra, yəni bu hissəsinə gətirib, qara görünürsə, demək birinci sütundayıq. Digər qara hissə görünürsə, demək ikinci sütuna keçmişik. Və ondan sonra biz nə edirik? Ən əsas gələn hissə destination-dır. Yəni, destination o deməkdir ki, biz burada yeri seçməliyik. Yer seçmək üçün də nə edirik? Ya deyir, bax, biz bura
kursoru qoyan kimi aktiv şəkildə burada görürük ki, məsəl üçün bizim bu az soyamız işığı yəni seçilmiş oldu. Bu da göstərir ki, bizim ünvanımız budur. Amma biz istəyirik ki, bu CD sütunlarında olsun və ayrı-ayrı yazılsın. İstəsəz eyni şeyi də edə bilərsiniz. Məsəl üçün burada ad burada yazılacaq, soyad da B sütununda yazılacaq. Yox, əgər istəmirsinizsə eyni formada olsun, yəni bu cədvəl üzərində olsun, CD olsun, o zaman CD-ni seçə bilərsiniz. Və hansı birini seçirsinizsə, avtomatik olaraq o olacaq. İndi bizə məsəl üçün AB-ni seçək ki, bu üzərində bölünsün. Və artıq ünvanımızı da seçəndən sonra finish'i klikləyirik və bundan sonra belə bir məlumat çıxır ki, yəni heç bir dəyişiklik, yəni istəyirsən ki, yerlər dəyişsin. Deyirik ki, istəyirik və görürük ki, avtomatik olaraq ad burada yazıldı, soyad da bu tərəfdə, yəni B sütununda yazıldı. Yəni bizim bir-bir tək-tək əllə yazmamıza ehtiyac yoxdur. Yəni bunu istəsəz AB yox, CD-yə də yaza bilərsiniz. Yəni həmin o ünvanı da dəyişə bilərsiniz. Bundan sonra nə edəcəksiniz? Bundan sonra artıq dizayn vermək sizlikdir. Yəni home menüsünə daxil olub, istəsəz buradan hər hansı bir bunu borders elə bilərsiniz. Yəni cədvələ halına sala bilərsiniz. Daha sonra dizayn verə bilərsiniz. İstəsəz buradan gəlib məsəl üçün cell styles'dan seçə bilərsiniz kanalınızın məlumatını. Daha sonra məsəl üçün buradan gəlib hər hansı bir format as table kimi ağıllı cədvəl düzəldə bilərsiniz və bu formada məsəl üçün bunu dəyişdirə bilərsiniz. Yəni bu şəkildə dizayn vermək artıq sizlik olacaq. Əsas odur ki, text to columns'u düzgün etməyi öyrənin.